Novruz süfrəsinin şahı olan Qarabağ kətəsinin reseptini sizlərlə bölüşürəm. Xəmir üçün ilıq südü, şəkər, tuz və mayanı qaba əlavə edib qarışdırıram. Mayanın aktivləşməsi üçün 5 dəqiqə gözlədirəm. Ardıca bir bütöv yumurta, bir yumurtanın ağını, sarısını üzəri üçün ayırıram. Xama, vanil, bir çimdik duz əlavə edib qarışdırıram. Əridib soyutduğum kərə yağını və 5 stəkan unu az-az əlavə edərək ələ yapışmayan yumuşaq xəmir yoğururam. Yoğurduğum xəmirin üzərinə streçləyib 1 saat otaq temperaturunda mayalanmağa qoyuram. İçliyi üçün əvvəlcədən əridib soyutduğum kərə yağı, şəkər tozu və vanili əlavə edib qarışdırıram. Onu da əlavə edib umac edirəm. Umacı soyuq kərə yağı ilə də etmək mümkündür. Əgər əldə sıxdıqda forma saxlayırsa, deməli tam hazırdır. Mayalanan xəmirin maya qoxusunun çıxması üçün yoğurub 4 bərabər hissəyə ayırıb kündələyirəm. İstəyə bağlı olaraq kündələri daha kiçik edib 6 ədəd kündə də edə bilərsiniz. Mətbəx dəsmalı ilə örtürəm ki, kündələrin üzəri qurumasın. İlk etdiyim kündəni tərs üzünə çevirib əlimlə açıb genişləndirirəm. 2-dən 4 qaşıq yerləşdirib qaşığın arxa üzü ilə bərkidib bükürəm. Bükülən hissəni bərkidib əlimlə yenidən genişləndirib oxlovla davam edirəm. Yağlı kağız sərilmiş soba listinə yerləşdirib üzərini streçləyib əlavə olaraq 20 dəqiqə mayalanmağa qoyuram. Bir yumurta sarısına bir xörək qaşığı süd əlavə edib qarışdırıram və kətələrin hər tərəfini çəkirəm. Üzərini çəngəllə naxış edib dəlikləyirəm. 190 dərəcəli sobanın alt üst rejimində üzəri və altı qızarana qədər bişirirəm. Mənə görə Qarabağ kətəsindən vanil ətri gəlməlidir. Bəs sizcə necə? Rəydə fikirlərinizi mənimlə bölüşməyi unutmayın.